Salam, hər vaxtınız xeyir olsun kanalımızın dəyərli izləyicilər. Mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün MİQ müsahibəsində istifadə olmuş sualları diqqətinizə çatdıracağam. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olarsınız. Eyni zamanda müsahibə mərhələsinə hazırlaşanlar bizim dərs qruplarımızdan yararlana bilərlər. Bundan əlavə olaraq həm sertifikasiya, həm MİQ üçün icmal nümunələri əldə edə bilərsiniz. İcmalların yazılması ilə bağlı sifarişlərimiz qəbul olunur. İcmal istəyən müəllimlər 051 644 31 54 nömrəsinə yazaraq bütün ixtisaslar üzrə icmallar əldə edə bilərsiniz. Keçək suallarımıza. İlk sual belədir ki, tənqidi düşüncə və tənqid etmək arasında fərq nədir? Tənqidi düşüncə hər hansı bir məlumatı, deyək ki, təhlil etmək, müqayisə etmək, sübutlarla əsaslanmaq, nəticə çıxarmaq bacarığıdır. Amma tənqid etmək əsasən hər hansı bir çatışmamazlığı göstərməkdir. Tənqidi düşüncə konstruktiv və əsaslandırılmış yanaşmadır. Keçək növbəti sualımıza. Şagirdləri sual-cavab necə cəlb edərsiniz? Ümumiyyətlə, şagirdlərin qarşısına problem qoymaqla, problemli situasiya yaratmaqla, sadədən mürəkkəbə doğru suallar verməklə, əsasən burada açıq suallardan daha çox istifadə edərək şagirdləri sual-cavaba cəlb etmək olar. Eyni zamanda beyin həmləsindən istifadə etmək olar, müzakirə üsulundan istifadə etmək olar. Bu zamanda bütün şagirdlər prosesdə iştirakını təmin etməyə çalışaram. Növbəti bir sual. Deyir, tapşırıq vermisiniz. Şagirdlərin bəziləri işləyib qutarıb, qalanlar hələ də işləyir. Nə edərsiniz? Tapşırığı tez bitirən şagirdlərə mövzu ilə bağlı əlavə yaradıcı tapşırıq verirəm. Yəni, onların boş durmasını dərs prosesinə mane yaradıla bilər və digər şagirdləri də tələsdirmək doğru olmaz. Çünki ola bilər ki, tam başa düşməyiblər tapşırığın mahiyyətini, onlara istiqamət verici suallardan istifadə edərək köməklik göstərmək olar. Digər şagirdlərə isə tapşırığı bitirən şagirdlər mövzu ilə bağlı mürəkkəb tapşırıqları da vermək daha məqsədə uyğun olar. Növbəti bir sual. Deyir, konflikt yaşadığınız müəllimin dərsində oturur və reaksiyanız necə olar? Ümumiyyətlə, bu prosesdə emosiyaya qapılmaq düzgün deyil. Dərsin normal gedişatını izləmək olar məqsədimiz. Şagirdlər qarşısında həmkarımla bağlı müzakirə aparmaram. Ümumiyyətlə, dərslə bağlı hər hansı bir çatışmamazlıq olarsa və yaxud hər hansı bir fikrim olarsa, dərs prosesində bunu müəllimin diqqətinə çatdırmaram. Dərsdən sonra hər hansı bir çatışmamazlıq olarsa və yaxud problem varsa, dərsdən sonra müəllimlərin etik davranış prinsipinə əsaslanaraq konstruktiv şəkildə həll etməyə çalışaram. Yəni, burada konfliktdə olduğumuz ola bilər, müəllimlə konfliktdə olmuşuq, amma bu o deməkdir ki, dərs prosesində həmin müəllimə bağlı səhv axtaracağıq və yaxud digər hallar yaradacağıq. Bu heç müəllimlərin etik davranış qaydalarına uyğun deyil. Növbəti bir sual. Dərsin sonunda 10-15 dəqiqə qalmış şagirdlər passivləşibsə nə edərsiniz? Bu çox bəzən olur. Dərsin sonunda o zaman fəaliyyət formasını mütləq dəyişmək lazımdır. Qısa oyun, beyin həmləsi, yarış, interaktiv suallar, bu kimi şagirdlərin marağını cəlb edəcək fəaliyyət təşkil edərəm. Məqsəd şagirdlərin diqqətini yenidən dərsə yönəltmək olmalıdır. Yəni, ən əsas şagirdlərin motivasiyasını yüksəltmək lazımdır ki, dərsimiz tam təlim nəticəsinə uyğun sonlansın. Növbəti bir sual. Deyir, işıqlar söndü, informatik olduğunuz üçün dərs necə apararsınız? Yəni, ümumiyyətlə, bu hallar yaşanan hallardır. İlk növbədə şagirdlərin təhlükəsizliyi təmin edərəm. Texniki vasitələrdən istifadə mümkün deyilsə, dərsi dayandırmaq olmaz. Lövhə, şifahi izah, kağız üzərində tapşırıqlardan istifadə edərəm. Yəni, informatik
informatika müəlliminə verilən suallardan biridir. Təkcə yəni dərsimiz işıqlardan asılı olmamalıdır. Əgər sönübsə planlaşdırmada dəyişiklik edib və digər yəni müəllimin həmişə B planı olmalıdır. O B planı ilə dərsimizin təlim nəticəsini sonlandıra bilərik. Keçək növbəti suala. Qiymətləndirmə meyarı necə təyin olunur? Qiymətləndirmə meyarı əsasən 6 standartdan təlim nəticəsi çıxarılır. Həmin təlim nəticəsinə uyğun olaraq da qiymətləndirmə meyarı müəyyən olunur. Meyarlar konkret olmalıdır, aydın olmalıdır, ölçülə bilən olmalıdır. Bir növ və meyardan da deyək ki, səviyyələr müəyyən olmalıdır. Ən az qiymətləndirmə prosesində bir alt standartdan ən az 1, ən çox 3 təlim nəticəsi bir dərs müddətində reallaşdırmaq mümkündür. Növbəti bir sual deyir ki, diaqnostik qiymətləndirmə vacibdirmi? Nəyə görə? Əlbəttə ki, diaqnostik qiymətləndirmə vacibdir. Çünki şagirdlərin ilkin bilik və bacarıqlarını müəyyən etməyə şərait yaradır, imkan verir və müəllim bundan sonra planlaşdırılmasını o səviyyəyə uyğunlaşdırır və şagirdlərə necə yanaşacağını, fərdi yanaşacağını təmin edir. Keçək növbəti suala. Deyir ki, Zəngəzur dəhlizi haqqında danışın. Zəngəzur dəhlizi Azərbaycan ən deyək ki, Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Ermənistan ərazisindən keçməklə nəqliyyat bağlantısının yaradılmasında nəzərdə tutulan bir layihədir. Yəni birbaşa Azərbaycanla Naxçıvan arasında quru nəqliyyatı baxımdan əhəmiyyətlidir. 2020-ci il 10 noyabr tarixli 3 tərəfli bəyannamə əsası qoyulubdur. 2026-cı ilin avqustunda layihənin icrası ilə bağlı işlərin davam etdiyi bildirilir. Bu yolun açılması Naxçıvanla Azərbaycan arasında quru yolun təmini deməkdir, həm də iqtisadi baxımdan daha vacibdir. Növbəti bir sual. Bu sualda əsasən informatika müəllimlərinə verilib. Yəni, hansı web brauzerləri tanıyırsınız? Burada Chrome-dan, Google-dan, digər web saytlarından qeyd edə bilərsiniz ki, istifadə edirik və əsasən internet axtarış sistemləri bura daxildir və internet resurslarından dərs prosesimizdə istifadə etdiyimizə görə bu axtarış sistemləri bizə vacibdir. 18 sentyabr nə günüdür? 18 sentyabr Azərbaycanda Milli Musiqi günüdür. Bu tarix dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günüdür. Üzeyir Hacıbəyli Azərbaycanda musiqinin, milli operanın banisi hesab olunur. Növbəti bir sual. Dərs zamanı məktəb rəhbəri gəlib səs-küyü görə irad bildirsə nə edərsiniz? İradı sakit və hörmətlə qəbul etmək lazımdır. Əgər şagirdlər qarşısında rəhbərlik şagirdlərin qarşısında mübahisə girməyə ehtiyac yoxdur. Dərsin gedişatını pozmadan nizam-intizamı bərpa etmək lazımdır. Daha sonra vəziyyəti təhlil edib həmin çatışmamazlığı aradan qaldırmağa çalışmalıyıq. Yəni, iradlar da necə olmalıdır? Əgər konstruktiv iradlardırsa, biz o zaman ondan bir nəticə çıxartmalıyıq. Yox, əgər ki, konstruktiv deyilsə, o zaman öz planlaşdırdığımız üzrə dərs prosesimizi davam etdirərik. 13-cü sual deyir, fənninizlə bağlı hansı yarışlar və müsabiqələr var? Ümumiyyətlə, bu informatika müəllimlərinə verilən suallardır. Burada olimpiyadalar, proqramlaşdırma müsabiqələri, robot texnika, rəqəmsal texnologiyalarla bağlı müsabiqələri qeyd edə bilərsiniz. Yəni, şagirdlərin informatik bilik bacarıqlarının üzə çıxarılması ilə bağlı keçirilən müsabiqələr haqqında sizdən məlumat əldə etmək istəyiblər. İcmalı axıra kimi danışın. Yəni, bəzi müəllimlərə icmalla bağlı soruşulub, güzəşt olunub ki,
özünüz istədiyiniz icmalı danışın. Bəzi müəllimlər isə icmalın komissiya tərəfindən seçildiyini və sona qədər dərsin gedişatını. Əsas burada necə danışmalısınız? Dərsin fənninizi, sinifi, standartı, məqsədinizi, gözləntilərinizi qeyd eləməlisiniz. Sona qədər motivasiya, əsasən tədqiqat sualı necə çıxardarsınız? Bu haqda soruşulur. Növbəti bir sual. Alt standartla məzmun xətti arasında əlaqə nədir? Deməli, məzmun xətti fənn üzrə əsas istiqaməti müəyyən edir. Alt standart isə həmin istiqamət üzrə şagirddən gözlənilən konkret bilik, bacarığı ifadə edir. Yəni, alt standart məzmun xəttini konkretləşdirir, müəllimin təlim məqsədi müəyyənləşdirməsinə köməklik göstərir. Növbəti bir sual. Qiymətləndirməni nəyə əsasən tərtib edərdiniz? Qiymətləndirmə məzmun standartına, alt standarta, təlim məqsədinə görə, gözləntiyə görə tərtib etmək lazımdır. Əsasən qiymətləndirməni alt standartdan çıxan təlim nəticəsi və təlim nəticəsinə uyğun qiymətləndirmə meyarı, meyarlar üzrə də səviyyələr üzrə dəyərləndirməni apararıq. Növbəti bir sual. Şərqdə ilk opera yazan qadın kimdir? Şərqdə ilk opera yazan qadın kimdir? Deməli, Şəfiqə Axundova. Onun Gəlin Qaya operası Azərbaycan musiqi tarixində mühüm yer tutur. Qeyd etmək lazımdır ki, Şərqdə ilk opera Leyla Məcnun operasıdır və onun müəllifi Üzeyir Hacıbəylidir. Deməli, suallarımız bu qədər. Növbəti video izahda görüşənədək hər birinizə uğurlar arzulayıram. İnşallah uğur qazanarsınız.